Əgər sizə tez-tez tənbəlsən deyirlərsə, problem xarakterinizdə deyil, sağlamlığınızda ola bilər. Sizə tənbəllik kimi görünən 5 xəstəlikdən danışacağam. Birincisi depressiyadır. Depressiya zamanı görülən həvəssizlik, enerji azlığı, işləri ertələmə, maraqların itməsi tənbəllik yox, depressiyanın başlanğıc əlaməti ola bilər. Həmçinin diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu zamanı görülən işə başlaya bilməmək, tez-tez diqqətin yayılması, vaxtı idarə etməkdə çətinlik, tənbəlliklə qarışdırıla bilir. Digər bir xəstəliyimiz obstruktiv yuxu apnoesidir. Gecə kifayət qədər yatdığı halda yorğun oyanmaq, gün ərzində yuxululuq, konsentrasiya pozuntusu olur. Bu da tənbəlliklə qarışdırılır. Həmçinin hipotireoz, yəni qalxanabənzər vəzi fəaliyyətinin zəifləməsi fonunda da yorğunluq, yuxululuq, ləngimə, motivasiya azalması görülə bilər. Dəmir çatışmazlığı anemiyası zamanında halsızlıq, əzginlik, tez yorulma, zehni performansın azalması və s. kimi əlamətlər tənbəlliklə səhv salına bilər. Unutmayın ki, hər tənbəllik kimi görünən hal tənbəllik deyil, arxasında səbəbi araşdırmaq lazımdır.